Bu nə damısan iki daşın arasına sən? Şirin pambıq düzəltmək üçün aparat. Necə, şirin pambığı düzəltmək üçün aparat olur? Uşaq vaxtı var idi, belə pambıq alırdıq, rəngli. Və onu düzəltmək üçün bu aparatdan almışam, indi onunla eləyəcəm. Bildim, indi sənə nə lazımdır? Denən alım, gətirib şirin pambıq düzəlt. Pambıq alım gətireyim. Nə? Pambıq? Pambıq, da pambıq. Nə pambıq? Bunun şəkər tozundan düzəldirlər. Nətər yəni şəkər tozu? Adi peso? Adi pesok da şəkəri əlavə eləyirsən bura, özü aparat hazırlayır. Zarafat eləyirsən sən. Şirin pambıq pambıqdan düzəlmir ki. Sən bu qədər safsan? Şirin pambıq pambıqdan düzəlmir. Təbii ki, yox. Pambıq hiləsi şeydir. Şəkərdən düzəlir. Şirin pambıq pambıqdan düzəlmir. Xeyr. Şəkər tozundan düzəlir. Bax, qaşığı da var. Şəkər tozunu götürürsən bundan, əlavə eləyirsən. Burada fırlanır və pambıq əmələ gəlir. Şirin pambıq pambıqdan düzəlmir. Yox da. 40 dəfə deyim, yox. Sən bu qədər saf olamazsın. Ömer saftı. Ömer'i kullandılar, horladılar, itip kalktılar Ömer'i.